artıq Azintelekom Azərbaycanda superkompüter mərkəzi qurub. Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt strategiyasının əsasən mərkəzi süni intellekt layihələrinin həyata keçirilməsi, Azərbaycanın süni intellekt sahəsinin inkişafının sürətləndirilməsi və rəqəmsal inkişafa təkən vermək məqsədi ilə yaradıldığı bildirilir. Əsasən innovasiya subyektləri, biznes və dövlət layihələri üçün nəzərdə tutulan mərkəzdə NVIDIA H200 GPU çiplərindən istifadə edilməklə adi kompüterlərdən dəfələrlə güclü olan böyük miqdarda məlumatı yüksək sürətlə emal edə bilən yüksək performanslı kompüterlərdən yerləşdirilir və həmin kompüterlərdən də istifadə ediləcək. Əlbəttə ki, bu məsələ ilə bağlı daha ətraflı da bizim fikirlərə ehtiyacımız var. Nədir bu mərkəz, necə istifadə ediləcək və Azərbaycana süni intellektin inkişafı baxımından hansı müsbətləri özündə etibar edəcək və nələr qazandıracaq bu istiqamətdə Azərbaycana? Vaxt itirmədən müzakirələrə keçmək istəyirik. Studiyamızın qonağı həm söhbətimiz isə Azintelekomun media üzrə məsul şəxsi Amin Nəzərlidir və Amin bəyi masamızın ətrafına dəvət edirik. Amin bəy, xoş gördük sizi, xoş gəlmişsiniz. Çox sağ olun, minnətdaram. Əlbəttə ki, maraqlı bir mövzudur. Biz artıq təqdim etdik bu xəbəri. Mən istəyirəm ki, ilk olaraq danışaq, ümumiyyətlə, superkompüter mərbkəzinin yaradılması süni intellekt strategiyasında bir boşluğu dolduracaq. Bəs o zaman burada əsas önəmli və vurğulanmalı məqamlar hansılardır? Çox sağ olun, dəvətinizə görə təşəkkür edirəm sizə. Sualınıza gəldikdə isə qeyd elədiyiniz kimi Azintelekom tərəfindən qurulmuş superkompüter mərkəzi Azərbaycanın 2025-2028-ci illər üzrə süni intellekt strategiyasının belə deyək, kağız üzərindən artıq real prosesə keçməsi çərçivəsində atılmış bir addımdır. Təbii ki, bu da ölkəmizdə rəqəmsal inkişafın, süni intellekt sahəsinin inkişafına hesablanmış mühüm addımlardan biri hesab olunur. Burada qeyd etdiyiniz boşluq ondan ibarət idi ki, ölkəmizdə süni intellekt sahəsində layihələrin inkişafı üçün, icrası üçün müvafiq strukturlar belə deyək, yox idi, bu sahədə çatışmazlıqlar var idi. Biz də bu boşluğu, bu çatışmazlığı aradan qaldırmaq üçün Azərbaycanda bu superkompüter infrastrukturunu yaratdıq, istifadəyə verdik. Aydadır. Və eyni zamanda qeyd etdik ki, burada NVIDIA çiplərindən istifadə ediləcək və əlbəttə ki, bunun da bir üstünlükləri var. Nə üstünlükləri də o da bizim üçün maraqlıdır. İstəyirəm ki, ətraflı şəkildə onlarla bağlı da məlumatları təqdim edəsiniz. Mən çox sağ olun sualınıza görə. Ümumiyyətlə qeyd edeyim ki, NVIDIA çipləri dünyada süni intellekt sahəsində qızıl standart sayılır. Yəni, bu çiplərdən istifadə edilərək yaradılmış superkompüterlər ölkədə, belə deyək, ölkəmizdə süni intellekt sahəsinin inkişafına çox böyük töhfələr verəcək. Çünki bu çiplər vasitəsilə işləyən kompüterlər adi kompüterlərlə dəfələrlə sürətli, dəfələrlə belə deyək, təhlükəsiz və böyük həcmli məlumatları yüksək sürətlə emal etmə belə deyək, funksiyasına malikdir. Məsələn, sadə bir misal götürək. Bugün bir çoxlarımız müxtəlif süni intellekt alətlərindən istifadə edirik. Ora sorğular daxil edəndə özünüz görürsünüz, internetdə olan milyonlarla, hətta milyardlarla məlumatı saniyələr içərisində filtrləyib qarşımıza bizə lazım olan məlumatları anında çıxarır. Yəni, bunun arxasında çox böyük bir proses dayanır. Çünki burada məlumatların emal olunması, sürətlə emal olunması mühüm amildir. Məhz bu çiplərdən istifadə olunaraq yaradılmış superkompüterlərdə bax, buna xidmət edir. Yəni, məlumatların saniyələr ərzində emal olunması və lazım olan dataların qarşımıza çıxarılması. Və artıq yeni yaradılan mərkəzdə bu kompüterlər yerləşdirilib deyildi. Əlbəttə, bu da önəmlidir. Siz vurğuladınız. Amma digər tərəfdən də mən istəyirəm ki, bunun əhali üçün əlçatanlığı istiqamətində də danışaq. Çünki necə istifadə edə bilərlər insanlar o mərkəzə gəlib və bunun üçün əlbəttə ki, müəyyən bir planlama da həyata keçirilməlidir. Nə zaman gələ bilərlər, artıq onlar üçün əlçatandımı, məsələn, indi kimsə istəsə gedib həmin o kompüterlərdən istifadə edə bilərmi, bir məhdudiyyətləri varmı? Buna bağlı da istəyirəm danışaq. Ümumiyyətlə, burada proses belə qurulur ki, əvvəlcə onu qeyd edeyim ki, müvafiq superkompüter infrastrukturu xüsusi mühafizə zolağı altındadır və belə deyək, 24/7 rejimində fəaliyyətinin təmin olunması üçün orada müvafiq texniki struktur formalaşdırılıb və mühafizə zolağı altında qorunmaqdadır. Təbii ki, ölkədə istənilən bir startup deyək, biznes deyək, hətta fərdi şəxslər belə, onların ideyaları varsa, süni intellekt modelləri
sahələri ilə bağlı xüsusi ideyaları varsa, onu yaratmaq, inkişaf etdirmək istəyirlərsə, yəni Azin Telekoma müraciət edə bilərlər və bu müraciətdən sonra həmin belə deyək, müraciət dəyərləndirilir və həmin şəxslərə belə deyək, şirkətlərə, startaplara geri dönüş edilir və onlara müvafiq şərait yaradılır ki, təbii ki, bunlar da hamısı əvvəlcədən müəyyən edilmiş prosedurlar çərçivəsində olur. Onlara şərait yaradılır ki, onlar öz süni intellekt layihələrini, öz ideyalarını bizim superkompüter infrastrukturunda yerləşdirsinlər və burada onu inkişaf etdirə bilsinlər. Aydındır. Və biz bu yaxınlarda məhz Mərkəzi Asiya ölkələrində süni intellektlə bağlı bir mərkəzlərin yaradılması xəbərlərini təqdim etdik. Orada xüsusi belə deyək, nazirliklər də yaradılıb bunun üçün. Bizim üçün də maraqlıdır. Məhz bu kompüter mərkəzinə xarici maraqla bağlı ola bilərmi hansısa xarici şirkətlərlə müəyyən əməkdaşlıqlar qurulsun, investisiya yatırılması baxımından indiyə qədər müraciətlər varmı ki, daha çox hansı ölkələr bunlarda maraqlıdır? Təbii ki, yəni bu superkompüter mərkəzinin yaradılmasında əsas məqsəd ölkəmizdə, ölkə daxilində süni intellektin inkişafıdırsa, digər məqsədlərdən biri də regionda bir qlobal mərkəzə çevrilmə məqsədi də vardır. Hansı ki, qeyd etdiyiniz kimi, yəni bizim aldığımız çiplər Nvidia şirkətinə məxsusdur. Hansı ki, bu da ölkədə, regionda müəyyən bir texnoloji marağa da səbəb ola bilər. Hətta gələcəkdə qlobal şirkətlərlə əməkdaşlıq potensialını da yarada bilər. Ona görə tamamilə düzgün vurğuluyursunuz. Azin Telekomun belə deyək, qurduğu bu infrastruktur sayəsində digər ölkələrdən potensial əməkdaşlıqlar cəlb oluna bilər, investisiya cəlb oluna bilər. Yəni burada təkcə kiçik şirkətlərdən söhbət getmir. Hətta böyük şirkətlər, elə Nvidia kimi böyük şirkətlər özləri bunu görəndən sonra ki, artıq bu ölkədə bu cür süni intellektə, texnoloji infrastruktura maraq var. Artıq onlar hətta birbaşa gəlib ölkədə müvafiq strukturun yaradılmasında iştirak eləyə bilərlər. Ona görə də bu çox önəmlidir və mən əlavə olaraq onu da qeyd etmək istəyirəm ki, yəni bugünə qədər ölkəmizdə bu sahədə boşluq, əsas boşluq ondan ibarət idi ki, məsələn, süni intellektini inkişaf etdirmək istəyən şirkətlər, layihələr, şəxslər yəni yerli, lokal belə deyək, infrastruktur tapa bilmirdilər. Burada həm də məlumat təhlükəsizliyi önə çıxır burada bir qədər. Yəni bizim bu qurduğumuz infrastruktur həm də ona imkan verir ki, artıq məlumatlar tamamilə təhlükəsiz şəkildə suveren formada ölkə daxilində saxlanılsın və emal olunsun. Bax belə. Əlbəttə ki, inkişafdan danışırıq. Siz vurğuladınız hansı şirkətlər maraq yarada bilərlər və əlbəttə ki, bu məsələdə təhlükəsizliyi ilə önəminə xüsusi diqqət çəkdiniz. Digər tərəfdən investisiya yatırılması məsələsi biz adətən Azərbaycanda hazırda əlbəttə ki, bu işğaldan azad olunan ərazilərdə yeni ağıllı kənd, ağıllı şəhərlərin yaradılmasından sonra xarici ölkələrin maraqlarının daha da artdığını görürük. Azərbaycanda belə bir mərkəzin yaradılması əlbəttə ki, həmin ölkələrin marağını cəlb edən məsələlərdən biridir. Çünki yeni bir eraya qədəm qoyuruq. Yəni artıq süni intellektlə bağlı düşünmədiyimiz bir yeniliklərin olacağı, təsəvvür belə etmədiyimiz yeniliklərin olacağı ehtimalları səsləndirilir. Bu mənada daha çox hansı ölkələrin investisiyaları cəlb edilə bilər və daha çox hansı ölkələr bu kimi layihələrdə daha maraqlıdırlar və istəyirlər ki, süni intellektlə bağlı müxtəlif ərazilərdə, müxtəlif regionlarda hansı layihələr həyata keçirsinlər? Təbii ki, əvvəlcə onu qeyd edeyim ki, yəni bizim bu əməkdaşlıq qurduğumuz bu əməkdaşlıq çərçivəsində proses hələ də davam etdirilir. Yəni bu addım atdıq, işimiz tamamlandı. Xeyr, belə deyil. Biz yeni çiplərin alınması istiqamətində belə deyək, fəaliyyətimizi davam elətdiririk. Yeni əməkdaşlıqlar qurmaq istiqamətində danışıqlarımızı davam elətdiririk. Xarici ölkələrlə bu proses gedir. Təbii ki, sizin sualınızın digər hissəsinə gəlincə isə bildiyiniz kimi bu Azərbaycanın yerləşdiyi region ilk növbədə, yəni əsasən prioritet region olaraq sayılacaq bu əməkdaşlıqlar çərçivəsində. Təbii ki, bura daxil edə bilərik Qafqaz ölkələrini, türk dilli ölkələr, qonşu ölkələr və daha sonra isə biz bu regiondan çıxaraq dünyaca qlobal miqyasa, yəni açıla bilərik. Amma ilk öncə qeyd etdiyim kimi region ölkələri, Qafqaz, türk dilli ölkələr və qonşu ölkələrimiz prioritetdir. Əlbəttə ki, belə bir mərkəzin yaradılmasına Azərbaycan da digər ölkələrin təcrübəsindən istifadə edib. Buna qədər Azərbaycan bu kimi məsələlərdə vurğuladınız ki, mərkəz yox idi deyə. Məsələn, xaricidən gəlmək istəyənlər hara müraciət etsinə, yerli bir vahid infrastruktur, təhlükəsiz bir məkan tapa bilmirdilər, amma artıq var. Həmçinin də bu digər tərəfdən Azərbaycanın xaricdən asılılığını
da azaltmış olur, elə deyilmi? Çünki indiyə qədər Azərbaycan daxilində də bu məsələlərlə bağlı bir irəliləyiş etmək istəyən, layihələr etmək istəyən siz startaplarla bağlı vuruladınız. İstəyənlər xaricə müraciət edirdilər. Buna əlbəttə ki, imkanları yetənlər olurdu, yetməyənlər olurdu. Artıq Azərbaycanda belə bir, sizin də vuruladığınız kimi, boşluğun doldurulması həmçinin Azərbaycanın xaricdən asılığını azaldır, deyilmi? Tamamilə düzgün vurğulayırsınız. Burada bizim elə əsas məqsədlərimizdən biri də bu idi. Yəni, Azərbaycanda, belə deyək, texnoloji sahədə potensialı olan şəxslər, potensialı olan şirkətlər, yeni ideyalar, yeni layihələr olan insanlar gedib xaricdə struktur axtarmasınlar. Onlar düşünməsinlər ki, mənim bu ideyam var, bəs bunu mən harada gerçəkləşdirə bilərəm. Bunun üçün Azərbaycanda dayanıqlı, təhlükəsiz, yəni 24/7 rejimində yüksək sürətlə çalışa bilən superkompüter infrastrukturu varmı? Yəni, biz artıq bu sualları aradan qaldırmaq məqsədi ilə bu infrastrukturu formalaşdırdıq ki, tamamilə qeyd elədiyiniz kimi həmin şəxslər ölkə daxilində tamamilə bu fürsətdən yararlana bilsinlər. Onlar artıq xaricdə yox, ölkəmizdə belə bir lokal infrastrukturun olduğundan xəbərdar olsunlar və öz layihələrini tamamilə rahat şəkildə, təhlükəsiz şəkildə bizim infrastrukturda yerləşərək inkişaf elətdirə bilsinlər. Son dönəmlər Azərbaycanda yeni startapların yaranması və bununla bağlı demək olar ki, hər il mütəmadi olaraq, ənənəvi olaraq tədbirlərin keçirilməsinin şahidi oluruq. Həqiqətən də çox maraqlı və çox faydalı startaplar orada nümayiş etdirilir. Bu mənada siz yerli marağı necə qiymətləndirirsiniz? Biz əgər danışırıqsa ki, xarici investorlar gələ bilər, amma yerli maraq da önəmlidir. Çünki Azərbaycan üçün, bir yerli bazar üçün də yaradılıb bu mərkəz. Ola bilərmi düşündüyünüzdən daha çox tələbat olsun? Təbii ki, bütün bunlar əvvəlcədən hesablanıb, araşdırılıb. Ümumiyyətlə, əvvəlcə onu qeyd edeyim ki, Azin Telekom ölkədə bulud xidmətləri üzrə belə deyək, ən böyük, ən keyfiyyətli, ən böyük müştəri şəbəkəsinə malik olan şirkətdir. Ona görə də bizim artıq əvvəlcədən belə deyək, bu sektorda bir etibarımız, tərəfdaşlıq potensialımız mövcuddur. Təbii ki, qeyd elədiyiniz kimi, hər bir şirkət tamamilə rahat şəkildə, təhlükəsiz şəkildə gəlib bu infrastrukturda öz layihələrini yerləşdirə bilərlər, bu imkanlardan yararlana bilərlər. Mən həmçinin istəyirəm ki, layihənin tələbləri ilə bağlı da danışaq. Çünki kim gəlib yararlana bilər, danışırıqsa, yerli və yaxud da ki, xarici məsələləri vurğuluyursa, əlbəttə ki, bu layihənin bir tələbləri də var. Çünki layihənin, belə deyək də, həm özünüz də vurğuladınız ki, təhlükəsizlik məsələsi yer alır burada. Əlbəttə ki, hər bir layihənin bir qanunları var. Bu mənada nələrə diqqət edirsiniz və kimlərin gəlməsi, kimlərin gəlməməsi ilə bağlı hansı bir filtrasiya keçirilir burada? Yəni, burada ən önəm verdiyiniz məsələlər hansılardır? Təbii ki, burada ilk bizim öncəliyimiz yerli Azərbaycan vətəndaşlarıdır. Yəni, burada söhbət həm vətəndaş olaraq, həm şirkət nümayəndəsi olaraq gəlib çıxış edə bilən şəxslərdən söhbət gedir. İlk öncəliyimiz bunlardır. Amma bununla yanaşı, həm də eyni zamanda ölkəmizdə qanuni əsaslarla yaşayan əcnəbilər də bundan faydalanıla bilərlər. Hətta qeyd etdiyim kimi, müvafiq tələblərə cavab verən və prosedurların tələblərinə uyğun olan xarici şirkətlər də bu imkanlardan da, yəni danışıqlar apararaq, müvafiq razılaşmalar əldə olunaraq tamamilə istifadə edə bilərlər. Amma qeyd etdiyim kimi, təbii ki, ilk öncəliyimiz bizim Azərbaycan vətəndaşlarıdır, hansı ki, biz bu imkanı ilk növbədə elə danışığımızın əvvəlində də qeyd etdiyim kimi 2025-2028-ci illər üzrə süni intellekt strategiyasının icrası çərçivəsində bu addımı atmışıq ki, vətəndaşlarımız bu imkandan rahatlıqla faydalanıla bilsinlər. Amin bəy, 2028-dən sonraki dönəm üçün də artıq proseslərin belə deyək, indi 2028-ci ilə qədər qiymətləndirildiyindən daha fərqli formada, daha sürətli və düşündüyünüzdən fərqli məcralarda davam edəcəyini proqnozlaşdırırsınızmı? Təbii ki, biz adətən layihələrimizi icra edərkən bunu heç vaxt qısa müddətli yox, daim uzun müddətli düşünürük. Amma özünüz də bildiyiniz kimi, bugün artıq texnologiya, rəqəmsallaşma elə bir səviyyədədir ki, yəni hər gün oyanıb biz tam başqa bir yenilik, tam başqa bir süni intellekt modeli, tam başqa bir fərqliliklə qarşılaşa bilirik. Ona görə də bütün bunlar nəzərə alınmaqla bizim işlərimiz bu formada planlaşdırılır. Uzun müddətli şəkildə qurduğumuz planlara hər gün yenilik olarsa, yeni texnoloji, belə deyək, rəqəmsallaşma baxımından müxtəlif yeniliklər olarsa, biz bunları da nəzərə almaqla o hazırladığımız strategiyalara, planlara daxil edərək öz fəaliyyətimizi, növbəti addımlarımızı
bu formada formalaşdırırıq. Və digər tərəfdən istəyirəm ki, sizin komandaya daxil olmaq istəyənlər olarsa, bununla bağlı nə etməlidirlər, necə müraciət edə bilərlər? Yəni istifadə ilə bağlı tələblərdən danışdıq, amma həmçinin bu komandada iştirak etmək istəyən, yaxından maraqlanan və yaxud da ki, bu istiqamətdə xaricdə təhsil alan vətəndaşlarımız var. Nə etsinlər, necə müraciət etsinlər, nələri məsləhət görürsə həmin şəxslərə? Bu sualla bağlı onu qeyd edə bilərəm ki, ümumiyyətlə Azin Telekom ölkədə əvvəla mən tam biraz gənc kateqoriya ilə bağlı bir məlumat verəcəm. Ölkədə hər il təcrübəçilərlə bağlı layihələr elan eləyir və biz hər il yüzlərlə təcrübəçinin müraciətini alırıq, onları öz sıralarımıza, yəni daha uyğun olanları qəbul edirik və onlarla işlə təmin edirik. Yəni Azin Telekom təcrübəçilərlə bağlı, əgər universiteti yeni bitirmiş şəxslər varsa, məsələn son kursda oxuyanlar varsa, bizim səhifələrimizi izləyə bilərlər. Müvafiq elanlar orada paylaşılır. Biz onları qəbul eləyib oxuduqları, təhsil aldıqları ixtisaslara uyğun istiqamətlərə formalaşdırırıq. Amma təbii ki, qeyd etdiyiniz bir qədər yuxarı yaş kateqoriyasında olan artıq müxtəlif müəyyən bir texnoloji baxımdan müəyyən bir pilləyə, mərhələyə çatmış vətəndaşlar var isə, təbii ki, onlar da şirkətimizə rəsmi qaydada müraciət edərək öz müraciətlərini bildirə bilərlər. Dəyərləndirmələr aparılır. Əgər onların texnoloji potensialı uyğundursa, müvafiq qərar verilib, onlar da sıralarımıza qəbul edilə bilərlər. Təşəkkür Yamin bəy, çox sağ olun. Dəvətimizi qəbul edib gəldiyiniz üçün və geniş şəkildə məlumatları bizə təqdim etdiyiniz üçün. Mən təşəkkür edirəm dəvətə görə, çox sağ olun. Sağ olun.